bürcü 18 oktyabr 2025-ci il. Səhər ailə qayğılarına və təsərrüfat işlərinə həsr edin. Təmizlik, sakit məşğuliyyətlər və yarımçıq qalan işləri tamamlamaq üçün münasib vaxtdır. Lazım gələrsə ailə üzvlərindən kömək xahiş edin, amma bunu tələb kimi səsləndirməyin. Əks halda xırda münaqişələr yarana bilər. Əksər qoçlar üçün planlaşdırılmamış alış-verişlərdən uzaq durmaq məsləhətdir. Yoxsa həddindən artıq pul xərcləyə bilərsiniz. Tanımadığınız insanlarda hər zaman yaxşı təəssürat yaratmaq alınmaya bilər. Buna görə də axşamı sakit və sizə tanış mühitdə keçirmək daha yaxşıdır. Buğa bürcü 18 oktyabr 2025-ci il. Məsələləri həll etmək üçün əlverişli gündür. Qohumlar və dostlar sizə kömək etmək istəyəcəklər. Onların həvəsini doğru istiqamətə yönəldə bilsəniz, nəzərə çarpacaq nəticələri əldə edə biləcəksiniz. İnsanlarda rəğbət oyatmaq, faydalı tanışlıqlar qurmaq asan olacaq. Qısa səfərlər uğurlu keçəcək, çoxlu parlaq təəssüratlar bəxş edəcək. Günün ikinci yarısı bir qədər az məhsuldar ola bilər. Bəzi buğalar kiçik maliyyə itkiləri yaşayacaqlar, amma bu ümumi vəziyyətinizə ciddi təsir göstərməyəcək. Əkizlər bürcü 18 oktyabr 2025-ci il. Özünüzdən bugün həddindən artıq çox şey tələb etməyin. Günün əvvəlində emosiyalarla baş etmək çətin olacaq. Əhvalınız o qədər də yaxşı olmayacaq. Ev işləri ilə məşğul olmaq, yaxınlara problemlərin əlində kömək etmək lazım gələcək. Alış-verişə çıxan əkizlər büdcəni aşmamağa və yalnız lazım olan əvvəlcədən planlaşdırılan şeyləri almağa çalışsınlar. Günün ikinci yarısı daha uğurlu keçəcək. Zəruri işlərin hamısının öhdəsindən gələcək. Uzun müddətdir başlamaq istədiyiniz məsələləri həll edəcəksiniz. Sakitləşmək, pozitiv ruh halına köklənmək mümkün olacaq. Xərçəng bürcü 18 oktyabr 2025-ci il. Səhər xırda və gözlənməz çətinliklər mümkündür, amma onları xüsusi problem yaşamadan aradan qaldıracaqsınız. Yaxınlarla ümumi dil tapmaq bir qədər çətin ola bilər. Buna görə də mübahisəyə səbəb ola biləcək ciddi mövzuları gündəmə gətirməyin. Adi ev işləri ilə məşğul olun, qayda yaradın, planlaşdırılmamış alış-verişlərdən qaçın, sonra peşman ola bilərsiniz. Axşam aktiv ünsiyyət və ictimai tədbirlər üçün uyğun deyil. Ailəli xərçənglər üçün yaxınlarla birlikdə xoş mövzularda söhbət və tanımadığınız məkanda gəzinti daha yaxşı seçimdir. Şir bürcü 18 oktyabr 2025-ci il. Xarici dilləri öyrənmək, yeni bacarıqlar qazanmaq, ixtisası artırmaq üçün uğurlu gündür. Gələcək planları düşünə bilərsiniz. Onları reallaşdırmaq üçün şanslarınız yüksək olacaq. Bəzi yeni tanışlıqlar həm xoş, həm də faydalı olacaq. Bir çox şirlər üçün böyük, yaşlı qohumlarla söhbət maraqlı ideyalara təkan verəcək. Axşam tədbirlərə çıxmaq, mədəniyyət ocaqlarını ziyarət etmək üçün münasibdir. İstəsəniz asanlıqla diqqət mərkəzində ola biləcəksiniz. Ətrafınızda yaxşı təəssürat yaratmaq və insanlara özünüzə rəğbət bəsləməyə vadar etmək sizə çətin olmayacaq. Qız bürcü 18 oktyabr 2025-ci il. İşləri sonraya saxlamayın. Günün birinci yarısı ən məhsuldar olacaq. Şərait sizin xeyrinizə işləyəcək. Bəzi məsələlər öz-özünə həllini tapacaq. Bəziləri isə düşündüyünüzdən daha tez nəticə verəcək. Həyatınıza təsir edə bilən insanlarla anlaşmaq asan olacaq. İstənilən şəraitdə faydalı tanışlıqlar qurmaq rahat alınacaq. Bəzi qızlar daşınmaz əmlakla bağlı məsələləri uğurla həll edəcəklər. Bəzi ailə məsələlərinə də diqqət ayırmaq lazım gələcək. Bu axşam planlarınızı dəyişsə də böyük çətinliklər yaratmayacaq. Yaxınlarla münasibətlərdə tam qarşılıqlı anlaşmaq hökm sürəcək. Tərəzi bürcü 18 oktyabr 2025-ci il. Hər şey istədiyiniz kimi getməyəcək. Buna görə də bugündən çox şey gözləməyin. Ciddi işlər planlaşdırmayın. Geniş miqyaslı layihələrə başlamayın. Maliyyəni izləyin. Artıq xərclərə yol verməyin. Şübhəli layihələrə pul yatırmayın. Müzakirəli mövzulardakı söhbətlər mübahisə ilə bitə bilər. Buna görə də neytral söhbətlə kifayətlənin. Sadəcə həmsöhbətinizi diqqətlə dinləyin. Tanımadığınız insanlarla razılığa gəlmək bir çox tərəzilərə çətin olacaq. Yeni şirkətlərə qatılmaqdan bir günlük imtina etmək daha yaxşıdır. Əqrəb bürcü 18 oktyabr 2025-ci il. Tələsməyin, vacib qərarlar verməyin. Səhvlər xoşagəlməz nəticələrə səbəb ola bilər. Tələsik verilən sözlər uğursuzluq gətirər. Ona görə də əvvəl yaxşıca düşünün, sonra hər hansı təklifə razılıq verin. Günün ikinci yarısında əksər əqrəblərin cazibəsi artacaq. İnsanları anlamaq, onlarla ortaq dil tapmaq asanlaşacaq. Adətən sizinlə mübahisə edənlər belə bugün sizdən xoş təsir alacaqlar. Bir sıra vacib məsələləri həll etmək mümkün olacaq. Romantik münasibətlərin başlanğıcı istisna deyil. Oxatan bürcü 18 oktyabr 2025-ci il. Bugün çoxlu ailə problemlərini həll etməli olacaqsınız. Təkcə özünüzünkünü yox, yaxın qohumların da məsələlərini. Hər şey alınacaq, amma xeyli səy tələb edəcək. Bu sizi ruhdan salmayacaq. Emosional yüksəliş və enerji artımı istənilən çətinliyi dəf etməyə kömək edəcək. Bir çox oxatan yaxınlarının gözlənməz amma faydalı məsləhət alacaqlar. Günün ikinci yarısı qonaq qəbul etmək üçün münasibdir. Xüsusən də ortaq iş maraqlarınız varsa, söhbət mövzuları da bir-birinizə verə biləcəyiniz dəstək də tapılacaq.
Oğlaq Bürcü 18 oktyabr 2025-ci il. Səhər sakit qalmaq çətin olacaq. Əsəbilik və dözümsüzlük yaxınlarla anlaşmanı, danışıqları, vacib mövzuları çətinləşdirə bilər. Münaqişələr mümkündür. Bunda sizin payınız daha çox ola bilər. Əhəmiyyətli münasibətləri korlamamaq üçün özünüzü ələ alın. Tədricən vəziyyət yaxşılığa doğru dəyişəcək. Oğlaqların çoxu emosiyalarına nəzarəti bərpa edib, vacib işlərə girişəcəklər. Yeni biliklər öyrənmək, mövcud bilikləri dərinləşdirmək üçün münasib vaxtdır. Uzaqdan uzun zamandır gözlənilən xəbərlər almaq mümkündür. Dolça Bürcü 18 oktyabr 2025-ci il. Hətta ən dolaşıq məsələlərlə belə uğurla bacaracaqsınız. Yaxınlardan birinə kömək etmək fürsəti yaranacaq. Siz bunu qaçırmayacaqsınız. Ailə böyükləri və kiçikləri ilə səmimi söhbətlər aparmaq üçün yaxşı gündür. Aranızdakı etimadı və anlaşmanı gücləndirə biləcəksiniz. Qonaq getməkdə uğurlu ideyadır. Axşama yaxın bir çox dolçalar həddindən artıq təsirə açıq ola bilərlər. Vəziyyəti soyuqqanlı qiymətləndirmək çətinləşəcək. Buna görə də şübhəli təkliflərə hətta yaxşı tanışlardan gəlsə belə razılıq verməyin. Balıqlar Bürcü 18 oktyabr 2025-ci il. Yaradıcılıq qabiliyyətləriniz yeni mərhələyə yüksələcək. Xüsusən də uzun müddətdir vaxt ayıra bilmədiyiniz hobbiyə diqqət yetirmək üçün əlverişli gündür. Yaxın gələcək planlarını götür-qoy edə biləcəksiniz. Qarşınızda gözəl imkanlar açılacaq. Amma hərəkətə keçmək üçün bir az sonra münasib vaxt olacaq. Günün ikinci yarısı mümkün qədər sakit keçirmək yaxşıdır. Müzakirəli mövzularda söhbətlərə girməyin. İri layihələrə başlamayın. Sevdiyiniz insanla birlikdə vaxt keçirin və yaxşıca istirahət edin.